Esselamu Aleyküm ve Rahmetullah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, günlərin seyyidi Cümə günündə və məkanların alisi Allah evində əvvəla özümü və siz əzizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Artıq Hicri qəməri təqvimində yeni bir ay başlanıb. Dünəndən Cəmadiyəl əvvəl ayı daxil olub və bu Cəmadiyəl əvvəl ayında bir neçə əlamətdar günlər var. Onlardan da biri Cəmadiyəl əvvəl ayının 5-i, yəni oktyabr ayının 27-sində əzəmətli qadın siması İslam tarixində və dünya tarixində qəhrəmanlıq, şücaət, səlnaməsi Peyğəmbərimizin əziz nəvəsi Həzrət Əli əleyhissalam və xanım Zəhra salamullahi aleyhanın ilk qız evladı və Kərbəlanın şəriki, Kərbəlanın qəhrəmanı xanım Zeynəb salamullahi aleyhanın mübarək mövlud günüdür. Bu münasibətlə öncədən hər birimizin bayramını təbrik edirəm. Allah mütəal o əzəmətli şəxsiyyətin dünyadakı ziyarətin, üqbadakı şəfaətin bütün arzusunda olanlara, bütün sevənlərinə nəsib eləsin inşallah. Xanım Zeynəb salamullahi aleyhanın əzəməti barəsində bunu demək kifayət eləyərdi ki, Həzrət Peyğəmbər Əkrəm xanım Zeynəb salamullahi aleyha dünyaya gələrkən buyurdu ki, hazırda olanlar və qayibdə olanlar, sonradan bunu eşidənlər, hər birinizə tapşırıram ki, bu evladı, bu əzəmətli şəxsiyyəti əziz tutun və onu sevin. Çünki o, Xədicə Kubra misalındadır. Necə Xədicə Kubranın İslamın qurulmasında böyük zəhmətlər olmuşdu və eyni zamanda İslamın yaşanmasında, qorunmasında da xanım Zeynəb salamullahi aleyhanın böyük xidmətləri olmuşdu. Vüqarında xanım Xədicə Kubra salamullahi aleyhaya, ismətində, iffətində xanım Zəhra salamullahi aleyhaya bənzərdir. Bəlağətində, kəlamda Həzrət Əmir əleyhissalamın bənzəridir. Yezidin sarayında xütbə oxuyarkən bəziləri təəccübdə qaldılar. Dedilər, sanki Əlidir, xütbə oxuyur. Eyni zamanda xanım Zeynəb salamullahi aleyhanın barəsində buyurublar ki, qəlbinin qüvvət və şücaətli olmasında qardaşı İmam Hüseyin əleyhissalama, həlimlik və səbrində qardaşı İmam Həsən əleyhissalama bənzərdir. Belə bir şəxsiyyətin, əzəmətli şəxsiyyətin mübarək mövlud günləri yaxınlaşır. Bir daha hər birinizi bu münasibətlə təbrik edirəm. Bayramınız mübarək olsun inşallah. Bugünkü cümə xütbəmiz müsəlmanların üzərindəki haqları, möminlərin üzərindəki haqları barəsindədir. Hər birimiz digərimizin qarşısında bir məsuliyyətlərimiz var. Necə Allah qarşısında öhdəçiliklərimiz var, Peyğəmbər, imamlar qarşısında öhdəçiliklərimiz var, ailə qarşısında öhdəçiliklərimiz var. Eyni zamanda bizim biri digərimizin barəsində də öhdəçiliklərimiz var. Tək-tək hər birimizin boynunda haqları var və qarşılıqlı haqlardır bu. Və bu haqlar o qədər dinimiz tərəfindən ciddi şəkildə tapşırılıb ki, sanki bəzi hədisləri insan oxuyarkən adam düşünür ki, müminlərin, müsəlmanların haqlarına insan riayət eləməsə sanki dindən çıxmış olar. Bu qədər ciddi şəkildə bunlar bizlərə tapşırıq verilib. Bir ayə-i şərifə diqqətinizə çatdırmaq istəyirəm bunun barəsində. Quran-ı Kərimdə Həşr surəsində Allah mütəal buyurur, Əuzu billahi minəşşeytanirracim. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَ بِالْإِيمَانِ. Sonradan
dinə gələnlər özlərindən öncə dinə gələnlərin barəsində dua edirlər. Deyirlər, Allahım bizi bağışla və bizdən öncəki imanda bizi qabaqlayan şəxslərin də günahlarından bağışla cinən. Onlar üçün da dua edir. Yəni, Quran bizə öyrədir ki, möminlərin biri digərinin barəsindəki haqlarından da biri budur ki, onun üçün dua eləməlidir. Özümüzdən öncəkilər üçün dua eləməliyik. Bu dini yaşadıb gətirib bu günümüzə çıxardan kişilər ki olub və çətin dönəmlərdə yaşadıb gətirib bu günümüzə çıxaran insanların barəsində dua eləməliyik. Artıq Allah Mütəala bir dua öyrədir bizə Quran-ı Kərimdə. Yaxşıdır insan əzbərləsə bunu elə qunutda da oxusun bu duanı. Və la təcəl fi qulubina ğillən lillezina amanu rabbana innaka raufur rahim. Allahım, qəlbimdə imkan vermə ki, möminlərə qarşı bir kin-kudurət olsun. Qəlbimi elə gözəlləşdir, elə cilala ki, imkan vermə, şərait yaratma ki, mənim qəlbimdə mömin insanlara qarşı bir kin olsun, bir kudurət olsun. Çünki ilahi, sən raufsan, mehribansan və sən rəhimlisən. Qəlbimizə bir əlac eləcinə. Həzrət Əli əleyhissalam buyurur ki, bir gün Peyğəmbər Əkrəm əyləşmişdik, mənə dedi ki, ya Əli, istəyirsən möminlərin üzərində, müsəlmanlar üzərindəki haqları barəsində mən sənə məlumat verim. Dedim, ya Rasulallah, bəli, istəyərik ki, bunu bilək. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, mən 30 haqq sayacağam, amma diqqətli olun ki, bu haqlara riayət edəsiniz. Çünki artıq biləndən sonra insanın boynuna iki məsuliyyət gəlir. Yəni, bir nəfər bilmirdisə, deyər ki, mən bilmirdim də Allah. O bilməməyin hesab kitabını verər. Amma biləndən sonra artıq bir haqq gəlir insanın boynuna ki, o haqlara riayət eləsin. Birincisi, Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, onun xətalarını bağışlasın. Müminin xətalarını bağışlamalıdır. İnsan səhv eləyər. Bizim hər birimizin nöqsanları var. Və müminin haqqı mümin üzərində budur ki, onun xətalarını bağışlasın. Onun üçün keçməyi bağışlasın. Güzəşt eləməyi bağışlasın. Hər məsələni bərk tutmasın. Niyə bu cür demişdin? Demişdi də bir dəfə indi olub. Niyə bu cür elədin? Olub əlindən bir xəta çıxıb. Deyir ki, bir-birinizin boynunda haqq budur ki, bərk tutmayın bu cür məsələləri. Bir-birinizin keçməyi bacarın. İkincisi budur ki, çətinliklərdə ona mehriban olsun. Görürsən, onun bir çətinliyi var, ona mehriban yanaş, ona qayğıkeş yanaş. Elə sən də bir tənə vuranların biri olma da. Bəzən görürsən, bir mömin bir çətinliyə düşüb, hamı gəlir ki, niyə bunu bu cür elədin, mən deyəni eləmədin, düz eləmədin, da indi bu çətinliyə düşüb də, burada bir də qınıyıb, bir də çətinliyə salmayaldı onu. Yol göstərmək yaxşıdır, onu nəsihət eləmək yaxşıdır, amma həmin anda Həzrət Peyğəmbər Əkrəm buyurur ki, yox, həmin an sən də üstünə getmə bizim dindən çək. Üçüncüsü budur, eyiblərini örtən ol. Eyiblərini mömin qardaşımızın örtün, deyir Həzrət Peyğəmbər Əkrəm. Adam oxuyur bunu, həm də özünü bir təhlil edir bəzən bu hədisləri, ayələri oxuyarkən. Bir də adam özünü götürüb qoyur da, görəsən doğrudan bizim cəmiyyət, biz bu cür işmi mömin qardaşımızın eyiblərini örtməyə çalışırıqmı? Deyərdim ki, tam əksidir, təəssüflər olsun. Sanki pusquda durmuş yırtıcılar kimi bir-birimizin sərf etmə anını gözləyirik ki, onu faş eləyək insanların içində. Yəni, bunlar ki, deyilib, bizə bir hədis olaraq deyilməyib, deyiblər ki, özünüzü təhlil edin. Əgər bu cür deyilsizsə, demək ki, imanda qüsurlarınız var. Demək ki, müsəlmanların, möminlərin haqqına riayət eləmirsiniz. Riayət olunmalıdır. Nə qədər bir-birimizə belə acımasız şəkildə səhv etməsini gözləyirik ki, birdən adam bir səhv eləsin. Biz bəndəyik və səhv edəcəyik, qaçılmazdır. Allah qarşısında biz səhv edirik, bəndə qarşısında da səhvlərimiz təbiidir, olacaq. Amma bu səhvləri tez faş etməyə çalışmayaq. Valla, insani keyfiyyətlərdən deyil və insanın öz ruhun qaraldırır bu cür məsələlər. Baxın belə insanlara. Bəzi insanlar var, yəni işləri bundan ibarətdir də, elə
fürsət gözləyirlər ki, bir nəfər büdrüyüb, ya Allah, bunu məsələn, hamına elan eləsinlər. Bu cür insanların ruhu da cılızlaşır sonra. Baxırsan, görürsən ki, özlərinin də sonra cəmiyyətdə bir yerləri olmur belə adamların. Çünki bu adam özü formalaşmıyor. Formalaşsaydı qəlbi genişlənməlidir. Qəlb genişlənəndən sonra insan daha rəhmətli, daha mərhəmətli, daha şəfqətli olur insanlara qarşı. Düşünür ki, bu səhvi o eləyib, mümkündür mən də eləyərdim. Mən o səhvdən, o təqsirdən, o günahdan sığortalanmamışam ki, mən də eləyə bilərdim də bu səhvdən. Ona görə bunları Həzrət Peyğəmbər Əkrəm buyurur ki, eyibləri örtən olun və dördüncüsü budur ki, səhvlərini düzəldən olun. Bəli, möminliyin əlaməti budur. Qardaşın səhv edibsə, onun səhvini düzəltməyə kömək eləcək. Nəinki onu danla, nəinki onu faş elə, kömək elə, çalış onun səhvini düzəldəsən. Üzrünü qəbul eləyin, gəldi üzrxalıq elədi də, indi səhv eləmişdi Həzrət Peyğəmbər Əkrəm buyurur ki, üzrünü də qəbul elə, bərk tutma bu məsələdə. Ne üçün demişdin də, demişdi də. Əgər addım atıb üzr istəyirsə, bu kifayətdir Peyğəmbər Əkrəm buyurur. Əgər bir nəfər etiraf edirsə, bu kifayətdir onun qəbulu üçün. Həzrət Peyğəmbər Əkrəm buyurur, başqalarını onun qeybətini etməyə yol verməyin. İmkan vermə. Peyğəmbərimizin həyatından danışırlar ki, Peyğəmbərin yanında heç bir müsəlmanın qeybətini edə bilməzdilər. İmkan verməzdi Peyğəmbər. Narahat olardı. Ki, olmaz bir adam burada deyil, son söhbətini etməyin. Valla, elə bir zamana, bir dönəmə gəlib çatmışıq ki, bəzən 5 nəfər bir yerdə oturanda qeybət eləməyəndə söhbət tapmırlar. Yəni, qeybət varsa mövzu var, danışıq var, olmasa susqunluq yaranır. Həqiqətən ciddi problemlərdir. Yəni, bir növ adət eləmişik, hər sözümüzün də qabağında, sonunda bir şüarımız var. Allah qeybətə yazmasın. Yəni, bu nə sözdür ki? Mən içki içəcəm, deyəcəm, Allah harama yazmasın. Mən uğurluğa eləyəcəm, deyəcəm, Allah uğurluğa yazmasın. Necə yazmasın? Eləmə yazmasın. Sən qeybət eləyəcəksən və deyəcəksən, Allah qeybətə yazmasın. Və yaxud bəzi hallarda məhşur qeybətə don giyindirmə məsələlərimizdən biri budur. Deyir ki, olanı danışıram da. Məsələ budur ki, olanı danışmaq o adamın olmadığı yerdə qeybətdir. Əgər birdən olmayanı danışsaydım, bu böhtan hökmündədir. Bunun başqa cəzası var. Olanını bir adamın danışırsansa, bu qeybətdir. Hətta danışmaq şərt deyil, ha. Bəzi hallarda mimika ilə, işarə ilə, hər hansı bir jestlə də sən bu şeyi təsdiq edirsənsə, sən qeybət edirsən. Fərq edəmir. Bu qədər bu məsələlər ciddidir. Həzrət Peyğəmbər Əkrəm buyurur, həmişə onun xeyrinə çalış. Çalış ona bir xeyir verəsən, bir faydon dəysin ona. Onunla olan dostluğu qorumalısan. Müsəlmanların haqqıdır, dostluqları qorusunlar. Dostluqlara əhəmiyyətsiz yanaşmasınlar. Çünki dostluq həqiqətən qiyamətdə hesabı sorulacaq bir məsələlərdəndir. Və hətta ayə var ki, kaş mən filanı ilə dost olmayaydım. Dost insanın həyatdakı ən çox təsir aldığı şəxslərdən biridir. Görürsən, bəzən dostlar bir-birini oxşayır, danışığı, tərzi, rəftarı. Ona görə dost seçimində mütləq diqqətli olmalıyıq. Kimlə oturub dursun, o cür olacaqsan. Bizim məşhur bir el deyimimiz var da, deyir, dostluğu göstər, sən kim olduğunu deyim. Sən kiminlə yoldaşlıq edirsənsə, elə o boydasan, ondan böyük deyilsən. Əhd peymana sadiq qalın. Bir söz vermirsən ona, bir şərt kəsmirsən bir müsəlman qardaşından, əhd peymanına sadiq qal, xəstələnəndə ona baş çək. Mütləq get ziyarətinə. Çünki bu görüşdə bir qəlblərə məhəbbət ötürür. Adətən məhəbbət deyiblər gözdədir. Bir insanı uzun müddət görməyəndə görürsən, yaddaşır insanlar sonra, soyuqlaşırlar bir-birinə. Allah məhəbbəti gözdə qoyub. Bir-birinizi görün, ziyarət edin deyirlər. Əgər rəhmətə getsə, buyurur, mütləq onun dəfnində iştirak elə. Vacibdir cənazə namazında, təşyiədə onu bizim iştirak etməyimiz, onun üçün dua eləməyimiz vacibdir. Dəvətini qəbul elə. Əgər dəvət edibsə səni, qonaq çağırıbsa səni,
Xüsusi bir üzrün yoxdursa mütləq qəbul elə. Hədiyyəsini qəbul elə. Müsəlman, mömin sənə bir hədiyyə verirsə onu mütləq qəbul elə. Elə düşünürəm ki, mən bu 30 dənə oxuyurdum, sayırdım, gördüm ki, elə deyəsən biz bir dənəsinə əməl edirik. Biri bir şey versə qəbul edirik. O birisiləri qoymuşuq kənara. Həzrət buyurur ki, bəli, onun hədiyyəsini qəbul elə. O sənə nə qədər baş çəkirsə, sən də o qədər ona baş çək. Səhlənkarlıq eləmə. Bəzən görürsən ki, bir qohumdur, bir dostdur. O 5 dəfə gəlir, 6 dəfə gəlir, bu bir dəfə gedir. O da sonra inciyir axı. Deyir, mən vaxt eləyirəm, gəlirəm, sən də gəlməlisən. Nə qədər deyir, o gedirsə, o qədər də sən gəl. Çalış ki, o yükü onun boynunda qoymayasan da. Bizdə görürsən bir çox uzun müddət bir-birini görməyən insanların adətən dediyi sözdür. Çoxdan da görünmürsən, haralardasan, biraz da tonla deyirik bu sözü. Nəcəb görünmürsən? Tərəf də qaydar ki, sən nəcəb görünmürsən. Yəni, əgər biz çoxdan görüşmürüksə, mən o tərəfə necə deyə bilərəm, nəcəb görünmürsən? Demək ki, mən də onu axtarmıram da. Nəcəb səs səmirin gəlmir, çoxdandır bir zəng eləmirsən. Sən zəng eləcəksən. Onda sən bu sözü demək haqqın olar ki, sən bu addımı atırsan. Mən də zəng eləmirəm, mən də getmirəm, tərəfi də elə bir qınayıram. O bizdə bir söz qabaqdan gəlmişlik edirəm də olmaz deyir. O nə qədər gəlirsə, sən də o qədər getməlisən. Yaxşılıqları müqabilində ona təşəkkür elə. Vallahi, həqiqətən çox ciddi məsələlərdir. Bəlkə də biz əxlaqi mövzuda elə də əhəmiyyətli yanaşmırıq. Böyük problemlərimizdəndir. Təşəkkür etmək qabiliyyətimizi itirmişik. İnsanların yaxşılıqlarına çox-çox deyə bilmirik. Sanki borclarıdır. Sanki etməlidir bunu. Əhməd 20 dəfə yaxşılıq eləyir mənə, 21-cidə alınmır da, gücü çatmır. Nəsə ya vaxtı çatmır, nə işi çatmır. Sonra silirik onu bir ömür. Hər yerdə də deyirik ki, ona bir dəfə işim düşdü, bunu elədi. Axı, niyə ondan öncə 20 dəfə işin düşəndə həll eləmişdi, heç ondan danışmırsan? Təşəkkür etmək qabiliyyətimizi itirmişik. Bir-birimizin yaxşı işlərini qabartmağı bacarmırıq. Allah göstərməsin, birinin bir səhvi olur, hamımız danışırıq ondan. Bu, həmin adamın, bu 10 dənə də yaxşı işi olmuşdur. Nə olardı? Əgər səmimisən, doğrudansan, qəlbində onu islah eləmək üçün sən onun pisliyindən danışırsan, iddialarımız budur axı ki, əmr və məruf eləyirəm. Əmr və məruf eləyirsən, iddiam budursa, nə olardı yaxşılıqlarından da danışırdın? Heç bu adamın yaxşı işi olmayıb bəyən. Arada sırada ondan da qabartsaydın ki, mən gördüm, filan kəs filan işi gördü. Filan ehtiyaclıya əl tutdu da, gördüm axı mən bunu. Bundan danış da, niyə danışmırsan? Bu, insanın içində xain xislətdir. İnsanı, inanın ki, cəhənnəmə apara biləcək xislətdir. Biri digərimizin uğurlarına sevinək də nə olar? Bir nəfər görsən ki, yaxşı iş qurub, bir yaxşı təhsil alıb, ali məktəbə girib, sevinək də buna. Heç tanımadığımız, elə cəmaatımızın bir evladıdır. Buna görə sevinək. Qəlb böyüdükcə Allah bizi isə məqamlar yaradacaq. Bizi Allah onda böyüdəcək. Bu cür məsələlərlə də qəlb genişlənir, qəlb böyüyür. Ona gözəl bir şəkildə kömək eləyin. Yəni, mümkün deyə biz bir-birimizə kömək eləyək, amma arxasında görsən, ya bir minnət olsun, ya nələrsə olsun. Deyir, kömək eləyəndə ona gözəl şəkildə kömək eləyin. Utandırma da, kömək eləyəndə utandırma. Gözəl şəkildə, yəni budur. Əlindən tutmusan, utandırma. Dəstək vermirsən, utandırma. Almazsa gəlsin də. Namusunu qorumalısan. Müsəlmanın boynundakı haqlarından biri budur ki, onun namusunu qorumalısan. Namusuna kec baxa bilmərsən. Onun namusuna öz namusun kimi baxmalısan. Bilirsiniz məsələlər nədir, əzizlərim? Bir cəmiyyətdə bunlar tətbiq olunsa, o cəmiyyətdə zina ola bilməz.
Əgər bir cəmiyyətdə müsəlmanın namusuna öz namusu gözündə baxsa, orada zina ola bilməz ki. Yəni, Peyğəmbərin bu kəlamları zahirən bizə adı görsənən məsələlərdə olsa, bir bəşərin xilası üçün olan məsələlərdir. Təsəvvür edin, bir cəmiyyətdə yaşayırıq ki, o cəmiyyətdə hər bir müsəlman, qardaşı müsəlmanın namusuna öz namusu gözündə baxar. Ona necə kəc baxa bilər? Ona necə əyri baxa bilər? Ehtiyacını qarşılayın, Həzrət buyurur. İşində şəfaətçi olun. Yəni bir çətinliyi var, kiməsə işi düşüb. Sənin o adamla münasibətin var. Get, xahiş elə onun işini həll elə. Get, xahiş elə cinən, üzvün suyundan istifadə elə cinən, abrundan, hörmətindən istifadə elə cinən. Hansı günə saxlamısan onu? O hörmət ki, qazanmışsan ha cəmiyyətdə, onu harada xərcləyəcəksən? Bir mömin üçün xərcləmirsənsə. Bir idarə müdürünə, aron yaxşıdır, get sən ondan xahiş elə, onu işə götürsün. Onun üçün problemlərinin həll olmasında şəfaətçi olmalısan. Müsəlman qardaşın haqqıdır boynunda. Asqıranda ona, səbir gətirəndə ona yərhəmkəllah deməlisən. Allah sənə rəhm eləsin. İndi kimin yadında qalmır da, elə bizdə məsələn məşhur deyərlər ki, sağlam ol. Ən azından bunu demək hər birimizə bir vacibdir Peyğəmbərimiz tərəfindən. İtirdiyi şeyi tapmaqda ona kömək eləməlisən. Maddi məsələlər də ola bilər, mənəvi məsələlər də ola bilər. Görürsən, imanı zəifləyib, sən dəstək ol cinəm, kömək elə cinəm ona. Ona gözəl sözlərlə müraciət elə. Pis ləqəblər qoyub bir-birinə çağırmayaq. Möminlər biri digərini yaxşı adlarla çağırsın, gözəl şəkildə bir-birinə müraciət eləsin, qardaşım desin, möminim, qardaşım, mən nə bilim, Kərbəlayı qardaşım, hər nə gözəl bir adlarla çağırar da. Niyə məsələn, bir sözlər qoşub deyirik ki, o da utansın cəmiyyət içində və bil ki, qəlbi səndən soyuyacaq. Sən onu 2 nəfərin gülməyi üçün elədinsə, bunu qəlbini özündən küstürdün. Bundan müğayət olmalısan. Hədiyyəsini yaxşı elə deyir. Ona bir hədiyyə verəcəksənsə, layiqli hədiyyə ver. Andını təsdiq elə. Yanında and içirsə, qəbul elə andını. Müsəlman haqlarındandır. Onun dostunu özvə dost bil. Sənin dostunu özvə dost bil. Və düşmənini də özvə düşmən bil. Dostu ilə yaxşı münasibət qur, dostluğun düşməni ilə də sənə bil ki, düşməndir o. Sənə bir ziyanı dəyməyib, olsun. Çünki dostluğa düşmənçilik eləyirsən, gərək ondan neyniyəsən? Həzər eləyəsən, Peyğəmbərin tapşırıqdır. Həzrət buyurur ki, istər zalim olsun, istərsə də məzlum olsun, ona kömək et. Mənə qəribə gəldi ilk oxunuşumda. Sonra araşdırdım biraz. Ki, necə mənim dostum zalim olsa, ona da kömək eləməliyəm. Araşdırdım, gördüm ki, Peyğəmbər heç bu mənada deyir. Deyir, əgər zalimdirsə dostun, müsəlman qardaşın, mömin qardaşın, ona zülmündən çəkinməkdə kömək elə. Nəinki zülmündə dəstək ola. Bizdə bəzən bir şüar var da, deyir, mənim dostumdur, səhv də eləsə, düz də eləsə, haqdır, belə dini yanaşma yoxdur. Səhvi səhvdir, düzü düzdür. Görürsən, dostundur, qardaşındır, mömin yoldaşındır, zülm eləyir, kömək elə ona. Yəni, qoyma ki, zülm eləsin, qarşısını al zülmünün. Bir tərəfdə məzlumdur, o məzluma da kömək ol, arxa dur. Deyilən ki, olmaz, onun haqqını niyə tapdalıyorsunuz? Onun çətinlikləri müqabilində onu tək qoyma. Bir qəmi qüssəsi var, yanında ol cinə. Onu alçaltma, həmişə onu uca tut cinə. Nə qədər sənin dostluq və cəmiyyətdə uca tanısalar, sən ucalacaqsan. Qəribə bir xəstəlik düşüb möminlərin içinə, biri digərinə ehtiram eləməyi başqaları görsən qısqanır. Niyə? Məsələn, biri digəri üçün möminlər ayağa qalxır, ehtiram eləyir, əziz tutur bir-birini. Bəzi insanlar var, bunu qısqanırlar. Bu Peyğəmbərin tapşırığı, bir-birinizi uca tutun.
Mömin qardaşın gəlir, məsələn, 1 yaş səndən böyükdür. Qalx onun üçün ayağa, ehtiram elə ginən ona. Əziz tut ginən ona. Və Həzrət buyurur ki, özün üçün istədiyi və də mütləq onun üçün istə ginən. Özün üçün nə arzu edirsən? Əvvəl onun üçün də arzu edir ginən. Ki, bu Peyğəmbər Əkrəmin tövsiyələridir. Bunun barəsində məsumlardan da çoxlu hədislərimiz var, amma vaxtımız yetmir. Hətta İmam Muhammed Baqir əleyhissalamdan bir nəfər soruşarkən mömin üzərindəki haqları, İmam buyurdu ki, qorxuram onu sizə deyim, çünki biləndən sonra əməl etmərsiniz, ondan qorxuram. Təkid eləyəndən sonra o haqları saymışdı Həzrət ki, ona vaxtımız yetmir bizim. Ki, bu qədər vacibdir, yəni bu haqlara riayət eləmək. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə, möminlərin, müsəlmanların haqlarına riayət etməkdə bizləri müvəffəq eləsin inşallah.